İranın mövqeyinin dəyişməsində ən vacib amil ölkənin yeni dini lideri Müçtəba Xamneyinin prosesə birbaşa müdaxiləsi olub. Yenavaz.com xəbər verir ki, bu barədə Axios portalı 11 fərqli mənbəyə istinadla məlumat yayıb. Məlumata görə ABŞ və İran arasında bazar ertəsi günü baş verən təmaslar gərginliklə başlayıb. ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff İranın təklif etdiyi 10 maddəlik təklifi fəlakət adlandırıb. Portalın məlumatına görə gün ərzində Pakistan vasitəçiləri Steve Witkoff və İranın xarici İşlər naziri Abbas Ərakçı arasında layihələrin dəyişiklik edilmiş yeni versiyalarını mübadiləsini həyata keçiriblər. Türkiyə və Misirdəki diplomatik missiyaların dəstəyi ilə gecə ərzində 2 həftəlik atəşkəs üçün ümumi bir çərçivə yaradılıb. Daha sonra diqqətlər yekun qərar üçün yenidən İran rəhbərliyinə yönəlib. Təhlükəsizlik səbəbləri ilə əsasən dolayı kanallar vasitəsilə rabitə saxlayan Müçtəba Xamneyi son 2 gündə prosesə birbaşa müdaxilə edib. Axios'a danışan mənbələrə görə Xamneyinin danışıqlarda razılığa gəlməsi göstərişi prosesdəki ən kritik amil olub. Stat: Əgər o razılığa gəlməsəydi heç bir razılaşma olmazdı. Statın sonu. Həmçinin qeyd edilib ki, İranın Xarici İşlər naziri Abbas Ərakçı həm danışıqlarda, həm də İslam İnqilabı Keşikçiləri Korpusunu razı salmaqda həlledici rol oynayıb. Bundan əlavə, Çinin də İranı çıxış yolu tapmağa çağırdığı bildirilib. Atəşkəs elan etməzdən əvvəl Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və razılaşmaya əməl olunacağına dair zəmanət alıb. Daha sonra Tramp Pakistanın baş qərargah rəisi Asim Münirlə danışıb və bu da prosesin yekunlaşmasına səbəb olub. Trampın açıqlamasından dərhal sonra ABŞ ordusuna əməliyyatları dayandırmaq əmri verilib. Eyni zamanda Pakistanın baş naziri Şahbaz Şərif tərəfləri atəşkəs şərtlərini sosial media vasitəsilə paylaşmağı çağırıb. Lakin tərəflər arasında dərin fikir ayrılıqları səbəbindən proses kövrək olaraq qalır və münaqişənin yenidən başlaması riski hələ də mövcuddur.